Biz bu tip misallar işləyərkən xatırlayırsınızsa belə bir qayda demişdik. A bölünsün B bərabərdir C bölünsün D, o da bərabərdir Y böl F'dirsə, bu bərabər olacaq A üstəgəl C üstəgəl Y bölünsün B üstəgəl D üstəgəlinsin F'ə. İndi həmin bu qaydadan yola çıxaraq, deməli bu kəsrimiz bərabər olacaq. 2x plus 6 üstəgəl 3y plus z üstəgəl z çıxılsın y. Y çıx 7 üstəgəl x plus 4 üstəgəl z plus 6. İndi buranı toplayan zaman alacağıq 2x üstəgəl 2y üstəgəl 2z üstəgəl 6. Buradan da x üstəgəl y üstəgəl z mənfi 7'nin üstünə 4 gələndə mənfi 3 üstünə də 6 gələndə müsbət 3. Aydın oldu mu? Z'i yazmamışıq. Üstəgəl z üstəgəl 3. İndi sürətdən ikiləri mötərizə xaricində çıxartsaq, elə məxrəzdəki ifadəmiz alınacaq. Bunlar da ixtisar gedəndə cavab olur 2. Deməli müəllimlər, bu kəsrin cavabı nəyə bərabər oldu? 2-yə. Yəni 2x üstəgəl 6-da bölünsün y çıx 7-də 2-yə bərabərdir. 3y üstəgəl z bölünsün x plus 4-də 2-yə bərabərdir. Həmin bu təyinlər sistemindən məndən y plus z cəmi istəyir. Təyinlər sistemi kimi həll eləsəm, 2x üstəgəl 6 bərabər olar 2y çıx 14-də. 2x üstəgəl 8 də bərabər olar 3y plus z-ə. Əlbəttə bunları tərəf-tərəfə çıxsaq və ikinci ifadədən birinci ifadəni çıxsaq, 8 çıx 6 2 bərabərdir. 3y çıx 2y y üstəgəl z üstəgəl 14 alarıq. Buradan da alaraq ki, y üstəgəl z bərabərdir. Mənfi 12-yə cavabımız olar Y variantı.